Dünya qorxunc və zalımdır. Əgər buradan çıxarsa, insanlar onu öldürəcək. Hər kəsə bərabər şəkildə yanaşmağı öyrədir bu inklüziv sinif. Yəni onlarda mərhəmət hissi formalaşır. Bu şagirdlərlə necə işləyəcəyimiz barədə bir komanda işimiz var. Əvvəllər qardaşım məktəbdə oxumuşam. Əməliyyat olandan sonra həkim dedi ki, bu uşağa yıxılmaq olmaz da. Ondan sonra təhsil olmuşam yəni. Məktəb yolları, bir an belə unutmaram mən. Könlüm münhəsrətlə titrəyib əsir, hər dəfə keçəndə sizdən. Bəzən insanı hansısa bir yerə ayaqları yox, məhz içindəki istək aparır. Elə bu sujetin qəhrəmanlarında olduğu kimi. Hava soyuqdur, yol kələk ötürdü. Amma bu uşaqlar dayanmağı yox, çatmağı seçənlərdəndir. Dünya qorxunc və zalımdır. Əgər buradan çıxarsa, insanlar onu öldürəcək. Dipleyik spastik serebral iflic. Bu Ömərin tibbi diaqnozudur. Amma bu inklüziv sinifdə onu belə tanımırlar. Ömər burada şagirddir, dostu, sinfin ritmini tutan uşaqlardan biridir. Mən adım Ömərdir, Ömər İskəndərli və 15 sentyabrdan bəri burada Ayanın yanında oxuyuram. Mən də özüm dərsi yaxşı başa düşürəm, çünki mənim beynim çox yaxşıdır. Aha, evdə gedəndə dərslərinlə məşğul olursan, hə, Ömər? Lovqalanmaq olmasın, mənim beynim yaxşıdır. O təkcə öz sinif yoldaşları ilə yox, oxuduğu məktəbin bütün kollektivi ilə ünsiyyət qura bilən, hamının sevdiyi bir uşaqdır. Müəllimə söz verdiyimi eləmək lazımdır. Hazırsınız? Zəhmət olmasa hazırıq deyin. İndi Ömər, sualım odur ki, Günəşdən uzaqlığına görə planetləri ardıcıl sadalaya bilirsənmi? Əlbəttə. Zəhmət olmasa sadala. Merkuri, Venera, Yer, Mars, Jupiter, Saturn, Uran, Neptun və Pluton. İndiki təhsil sistemində Plutonu planet saymırlar, amma mən bilirəm ki, sən onu çox sevirsən deyə, sən onu öz aləmdə hələ də planet sayırsan, düzdür? Bəli. Bəs ən böyük planetimiz hansıdır? Jupiter. Baxın. Bəs ən kiçik? Pluton. Mənə görə. Hə, Plutonu sən daxil edirsən deyə Pluton olur. Bəs ən yaxın? Merkuri. Hansı planetimiz tərs dönür? Venera. Ömər diqqət mərkəzində olmağı sevir həmişə. İnklüziv sinifin üstünlüyü odur ki, həmin uşaqlara qarşı qeyri-adi yanaşmırlar. Yəni hər kəsə bərabər şəkildə yanaşmağı öyrədir bu inklüziv sinif. Yəni onlarda mərhəmət hissi formalaşır. Ömər, indi deyək, mənə bax, üzümə bax, dişlərimi sıxırdı. Sa. Afərin sənə. S. So. Afərin. Su. Afərin sənə. Ömərdə diş arası stigmatizm olduğu üçün biz S səsinin korreksiyası üzərində çalışırıq. Yazısında irəliləyiş var. S səsini demək olar ki, ancaq dilini çölə çıxararaq istifadə eləyirdi, ancaq hazırda normal şəkildə tələffüz edə bilir. Hərdən durmaq istəyəndə çətinlik çəkir və bütün uşaqlar demək olar ki, Ömərə tərəf gedirlər ki, onun sumkasını geri çəksinlər, Ömər rahat şəkildə dursun. Hələ cari tədris ilində inklüziv sinif açılmamışdan öncə o sinifdə dərs deyəcək müəllimlər, məktəbimizin psixoloqu, məktəbin inzibati heyəti, hətta deyərdim texniki heyəti. Hər birimiz təlimlərə cəlb olunmuşuq. Bu şagirdlərlə 2 şagirdimiz qeyd etdiyim kimi inklüziv sinifdə təhsil alır. Bu şagirdlərlə necə işləyəcəyimiz barədə bir komanda işimiz var. Ömər anadan gəlmə serebral paraliz olub, yüngül formasında keçirilir paraliz. Anası tarix müəlliməsidir, evini danışdıqca
anasından soruşurdu, materiklərdən soruşurdu, maraqlanırdı. Deyirdi, kosmonavt olacam. Sonra deyir ki, yox, mən alim olacam. Çox sevinir məktəbə gələndə. Elə həvəsir ki, gedim, oturum. Gələn kimi vərəq götürür, deyir ki, müəllimə vərəq ver, mən ya şəkil çəkəcəm. Nə bilim, uşaqlarla ünsiyyətdə çox yaxşıdır, mehriban rəftar eləyir uşaqlarla. Hər uşaq üçün yol eyni olmur. Zeynəbin yolu isə bir qədər fərqlidir. Onun evi həm də məktəbidir. Mən Zeynəb Aslanova 247 nömrəli tam orta məktəbin 6B sinifində təhsil alıram. Mənim sərhədimdə problem olduğuna görə mən evdə təhsil alıram. Mənim bütün fənlərə inanırsınız ki, çox marağım var. Ən çox sevdiyim fən coğrafiyadır. Çünki çox maraqlıdır. Musiqini sevirəm, ingilis dilini çox sevirəm. Özüm də deyirəm ki, ingilis dili müəlliməsi olacağam. Əvvəllər qardaşım məktəbdə oxumuşam. Bütün sinif yoldaşlarım hamısı orada yaxşı olub. Amma ondan sonra üst-üzə əməliyyat olandan sonra həkim dedi ki, bu uşağa yıxılmaq olmaz da. Ondan sonra təhsil olmuşam yəni. Anam gələnə kimi məni geyindirirdilər, kurtkamı geyinməyə kömək eləyirdilər. Gedib anamı çağırırdılar, xəbər verdilər ki, anan gəlib səni alacaq, götürəcək. Boş vaxtlarımda kitab oxuyuram, nağıl kitabları oxuyuram. Zeynəbin beynində aparılan əməliyyat onun həyatını xilas edib. Amma təsadüfi yıxılma, bir anlıq ehtiyatsızlıq onun sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Məhz buna görə də Zeynəb təhsilini evdə davam etdirir. Həkimin verdiyi diaqnoza əsasən Zeynəbdə hidrosefaliya xəstəliyi müəyyən olunub. Zeynəb artıq dərsi sadəcə mövzu şəklində öyrənmir. Onu bir həyatla əlaqələndirməyi bacarır, özünə uyğun maraqlı suallar verir, cavab almağa çalışır. Aslanlı Zeynəblə 2 ildir məşğul oluram. Çox dünya görüşlü, yəni fikirlərini tam izah edən bir şagirddir. Zeynəbin ən çox marağı humanitar fənlərədir, düzdür. Amma riyaziyyatda da marağı odur ki, həndəsi fiqurlarla, silindrlə, yəni fəza fiqurları haqqında çox təsviri çox böyükdür. Bu evdə dərs var, məsuliyyət var, öyrənməyə böyük maraq var. Bu uşaqları güclü edən təkcə onların daxili iradəsi deyil. Onları güclü edən həm də valideyn dəstəyi, təhsil sisteminin yaratdığı imkanlar və müəllimlərin səbridir. Uşaqlara nə demək istəyərdin? Dərslərini necə oxusunlar, özlərini necə inkişaf elətdirsinlər? Çoxlu kitab oxuyaraq, telefondan uzaq olaraq və dərsləri yaxşı dinləsinlər. Elə demək istəyərdim. Allah bütün uşaqlara şəfasını versin, Allah onlara yardım eləsin. Bizim bir qədim kinomuz var, Bir qalanın sirri. Orada kitablar danışır. Deyirsən bizi oxumasan, kitabların sirrini, dilini bilmərsən. Olan ondan sonra eyni mənə dediyim kimi orada oxuyur, dayı bezdirtir, mən bəsdir bunu oxudum dayı da. Yəni mən uşaqlara bu məsləhəti vermək istəyirəm ki, oxusunlar, yaxşı çalışsınlar ki, əllərində bir peşəsi olsun. Bu uşaqlar cəmiyyətimizin ən güclü tərəflərindən biridir. Onlar bizə göstərir ki, maneələr inkişafımıza əngəl ola bilməz. Onlar bizə öyrədir ki, hər zaman bir şansımız daha var və o şansı dəyərləndirmək bizim öz əlimizdədir. Məktəb yolları, bir an belə unutmaram mən. Könlüm münhəsrətlə titrəyib əsir, hər dəfə keçəndə sizdən.